Evimizi çəkməmişdən qabaq istədim sizinlə köçməmişdən əvvəl baxdığımız ev turu ilə bölüşüm. Komplekslərə gəlib evlərə baxmaq istəyəndə sizi bu tip model home, yəni nümunə üçün ayrılmış evlərə aparırlar. Evin dolu olmağına baxmayaraq kirayə götürdükdə yalnız mətbəx mebeli və mətbəxə aid məişət texnikası ilə təmin edirlər. Bəzi evlərdə hətta məişət texnikasını da özünüz almalısınız. Yaşadığımız evin proyekti də tam bu proyektlə eynidir. Ev axtarışında ən çox əraziyə, mərtəbəsinə, evin yeniliyinə və döşəmənin kavralin olmamasına diqqət yetirmişdik. Adətən Amerikada yataq otaqlarının döşəməsi kavralin olur. Bu ev bizim üçün 3 otaqlı kimi sayılsa da, amma Amerikada otaqların sayı yataq otaqlarının sayına görə hesablanır. Yəni 2 otaqlı evdir. Nümunə üçün ayrılmış evdə paltaryon və qurudan maşın göstərilməsə də, məişət texnikasına daxil idi. Evlərin həmçinin mərkəzləşdirilmiş isitmə, soyutma və havalandırma sistemləri var. Evi kiraya götürdükdə elektrik və ya internet təmin olunmur. Yəni elektrik və internet provayderlarını özümüz axtarıb tapırıq, onlarla müqavilə bağladıqdan sonra artıq işlədə bilirik. Evin xoşunuza gəlib gəlməməyini kommentlərdə qeyd edə bilərsiniz. Mənə də çox maraqlı olar oxumaq.